Salam dostlar, artıq bir neçə gündür Bakı və Abşeronda intensiv yağışlar yağır. Biz də adətən insanlarımız yayda torpaq axtarırlar. Əslində bu yağışlar alacağınız torpaq sahəsini yoxlamaq üçün ən yaxşı vaxtdır. Gedirsiniz torpaq sahəsinə, bax görürsünüz, orada əgər belə su yığılırsa, deməli yeraltı suyun səviyyəsi çox hündürdür. Üstə gəl, orada kanalizasiya sistemi yoxdur. Bax, torpaq alarkən belə şeylərə diqqət edin ki, biləsiz hardan torpaq sahəsini almaq lazımdır. Bizdə adətən hasarın dibində bax görürsünüz, yığılıb belə su. Ondan siqnal verir ki, burada kanalizasiya sistemi yoxdur, axıntı yoxdur və yeraltı suyun səviyyəsi hündür olduğuna görə tez müddətdə dolur, torpaq doyur və su belə üzə çıxır. Torpaq alarkən belə məsələlərə diqqət edin. Belə yağışlı havalarda gedib alacağınız torpaq sahəsinə baxmaq lazımdır. Yayda quru olan halda gedib torpağa baxmağa dəyməz. Yağışlı havada getmək lazımdır.